Yaxşı, güvənlə deməli, atomun quruluşu səhv edilmişdə 41-ə baxaq. X-in proton sayı adır, neytron sayı da adır. Onda deyək ki, nisbi atom kütləsi nə olacaq? 2A. Y. Proton sayı adır, neytron sayı A üstəgəl 2-dir. Nisbi atom kütləsi 2A üstəgəl 2. Z. Proton sayı A plus 1'dir. Neytron sayı A'dır. Nisbi atom kütləsi 2A üstəgəl 1'dir. Hansı ifadə doğrudur? X və Y izotopdur. Kamil. Görürsən ki, protonları eynidir. İzotopdur. Kiçiləşmək, uzun kiçiləşmək lazım deyil. İzotopdur. X ilə Y izotopdur. Çünki protonları eynidir. İki. X və Z-in nisbi atom kütlələri bərabərdirmi? Səhvdir. Çünki X-in gördüyümüz kimi nisbi atom kütləsi 2A'dır. Z-in nisbi atom kütləsi isə 2A üstəgəl 1'dir. Səhvdir. Üçüncü. Y və Z-in neytron sayıları bərabərdir. Səhvdir. Y neytron sayı A plus 2'dir. Z-inki də A'dır. Səhvdir. Bir dənə 1'dir. A bəndidir. Səhifə 30'da 34. Tam həyəcanlanmış halda. Tam həyəcanlanmış halda. Tam həyəcanlanmış halda 3D deyir ki 3D. 3D 3'dür. Yəni tam həyəcanlanmış dedikdə bilirsiniz ki, elektronlar təkləşir. Onda əvvəli nə olacaq uşaqlar? 3S-dəyi, bəli, tam həyəcanlanmış elektronlar hamısı təkləşir. Belə. Yəni, bu neçənci qrup demək olar? 7-ci qrupdur. Normal hal necədir məsələn? Normal hal. Bəli. 3S2, 3P5. Bəli. Yəni 7-ci əsas yarım qrupdur. 1. Neçə valent elektronu vardır uşaqlar? Bəli. 7 valent elektronu vardır. Bu səhvdir. 2. Birləşmələrində maksimum valentliyi 7 olar. Düzdür. 2 düzdür. Eğer H formula malik uçucu hidrogenli 7-ci qrupdursa, yəni olar da eğer H uçucu birləşmə olar. Uçucu. Burada deyir ki, uçucu. 3 doğrudur. Normal halda 3 tək elektronu var mı? Normal halda, yəni biz dedik ki, 3S2, 3P5'dir. Bir tək elektronu vardır. Bir tək elektronu vardır. Deməli 4 səhvdir. 2 və 3'dür. B bəndə. 37, səhifə 30. X'in deməli elementinin sıra nömrəsi 19'dur. X elektron formulu 4S1. Yəni birinci əsas yarımdır. Metaldır. Müsbət 1 göstərəcək birləşmələrdə. Bir valentli.
Y 15. Qısa elektron formulu 3s2, 3p2, 3. 5-ci əsas yarım qrup. Yəni qeyri-metal. Qeyri-metaldır. Bu da hansı oksidaşma dərəcəsi göstərəcək? Yəni qeyri-metallıca metalla -3 olacaq. Onda formul nə olacaq deyirik? X müsbət 1, Y -3. Yəni formul X3, Y olacaqdır. Deyir ki, X və Y elementlərin əmələ gətirdiyi iyonların elektron sayı eyni saydadır, A saydadır. Onsuz da bildik ki, məsələn, X 19 müsbətdə 18 elektron var. Bu A'dır. Y-də 15, yenə 18 elektron var. Belə, A'dır. Yaxşı. X və Y atomların əmələ gətirdiyi iyonlar üçün doğru ifadələri müəyyən edin. Birinci, əmələ gələn iyonların elektron formulları. Yəni, hər ikisinin elektron formulu, məsələn, X-də də 18 deyil, hə? Bəli. Yəni, 3s2, 3p6. Y-də də, deməli, 18-dirsə, bu da 3s2, 3p6. Bir, düzdür. 2. X katyon, Y anyondur, düzdür. Üçüncü. Y atomunun radiusu X atomun radiusundan böyükdürmü? Hə? Hansı radiusu böyükdür? X'in yoxsa Y-in? Bəli. X metaldır. Y isə qeyri-metaldır. Yəni, X'in radiusu Y-dən böyükdür. Yəni, 3 səhvdir. Burada doğru cavab yalnız 1-2. 1-2. De bəndə. Dördüncü sual. Deyək ki, metallı xassəsi müqayisə edir. Biz belə deyək də, ümumiyyətlə, dövrün qiyməti artdıqca, məsələn, deyək ki, birinci dövr, ikinci dövr, üçüncü dövr, dördüncü dövr, 5, 6 və s. Dövrün qiyməti artdıqca, metallı xassəsi, yəni dövrün qiyməti deyəndə yuxarıdan aşağı olur, yoxsa soldan sağa olur? Yuxarıdan aşağı olur. Onda metallı xassəsi artır. Artır. Dövrün qiyməti artdıqca metallı xassəsi artır. Qrupun qiyməti artdıqca. Məsələn, birinci qrup, ikinci qrup, üçüncü qrup, 4, 5, 6 və 7 və s. İndi qrupun qiyməti artdıqca metallı xassəsi onda neylə? Qrupun qiyməti deyəndə yuxarıdan aşağıdır, yoxsa soldan sağadır? Soldan sağadır. Onda metallı xassəsi azalır. Bəli. Azalır. İndi baxın. Deməli, birinci 3s1-dir. Yəni, üçüncü dövr birinci əsas yaranır. Düzdür? Üçüncü dövr birinci əsas yarım qrupdur. Yaxşı. 2. Deməli, 4s1-dir. Dördüncü dövr birinci əsas yarım qrupdur. Üçüncü 2s1-dir. İkinci dövr birinci əsas yarım qrupdur. İndi hansı metal xassəsi daha azdır?
Ən çox hansıdır? Belə deyək. Ən çox hansıdır? 2-dir, hə? 2 böyükdür nədə? 1-dən. O da böyükdür 3-dən. Hə, əsas yarım qrup var. 27. Deyir X, H, N. Uçucudur. Uçucudur. Yəni, uçucu hidrogenli birləşmələr hansı qruplarda olur? 4, 5, 6, 7. Deməli, ya 4-cü qrup olacaq, ya 5-ci qrup olacaq, ya 6-cı qrup olacaq, ya da 7-ci qrup olacaq. Əsas yarım qrup. Yaxşı. Y, H, N. Çıx 1. Uçucu deyil. Uçucu deyil. Uçucu deyilsə, yəni ya birinci əsas yarım qrup, ya ikinci əsas yarım qrup, ya da üçüncü əsas yarım qrup olacaq. N'in qiymətinə uyğun olaraq X və Y-in dövr cədvəlində yerindəki əsas yarım qrup doğru məsələn müəyyən edir. Birinci. Məsələn, N, X və Y. Baxaq görə hansı doğrudur. Birinci deyir ki, əgər N 3 olarsa, onda belə çıxır ki, X H3. Eləmi? Onda nə olacaq? X H3. X H3-dürsə, neçənci qrupdur? Yəni burada. X H3. 5-ci qrupdur. Bu 5-ci əsas yarım qrupdur. Bu 5-ci əsas yarım qrup olar. Onda Y-də deməli Y H neçə olar? H2 olar. Y H2 uçucu olmayandır. İkinci qrupdur. Onda birinci ifadə doğrudur. İkinci ifadə. İkinci ifadə məsələn N 2-dirsə. N 2-dirsə, X məsələn X onda formu nə olacaqdır? N 2-dirsə. X H2. X H2 uçucu neçənci qrupdur deməli? 6-cı qrup olar. 6-cı qrup olar. Bəs deyək ki, Y-dən nə olacaqdır? Y H olacaq. Birinci qrup olacaq. Burada isə nə deyir? İkinci qrup deyir. Yəni, ikinci səhv verir də. Bunu səhv verir. Yəni, bu deyil. Üçüncü. N 3-dürsə, onda X H3 deyirik. Yaxşı. Y H2. Elə buna aid yazdıq da, hə? Hə. Deməli, bu 5-ci qrup olur, uçucudur. Bu isə ikinci qrup olur. Burada hər ikisi səhvdir. Bu da səhvdir, bu da səhvdir. Üçdə səhvdir. Deməli, ancaq nədir? Burada 1-dir. B bəndi. 41. Deməli, bu Mendeleyev cədvəlinin bir hissəsidir. Bu Y, bu X, bu da nədir? Z. Deyək, dövr sistem cədvəlinin kiçik dövr. Kiçik dövr deyəndə nə olacaq? İkinci dövr. Deməli, ikinci dövr, hə? Və üçüncü dövr deyək. Hə. Deməli, doğru ifadələ müəyyən edir. Hidrogenlə əmələ gətirdiyi birləşmədə rabitənin polyalı. Rabitənin polyalı deyəndə biz nəyə fikir verməliyik? Elektromənəfliyi. Soldan sağa getdikcə elektromənəflik artır. Yuxarıdan aşağı getdikcə elektromənəflik azalır. Aha. İndi belə deyək də.
Birinci elektron mənfiliyi ən böyük olan hansıdır? X-dir, hə? Sonra hansıdır uşaqlar? Y-dir. Birinci hansıdır dedik? X-dir, hə? Sonra hansıdır? Yox, soldan sağa artır. Məsələn, Y-nə Z-ni müqayisə eləsək. Z-də daha çoxdur, hə? Z-də daha çoxdur. Sonra Y-də də. Elədir. Y. İndi rabitənin poliarlığı deyəndə. Rabitənin poliarlığı. Məsələn, onda XH, ZH, YH deyək. Hansı daha poliardır? Hansı olacaq uşaqlar? XH. Bəli. Sonra ZH, sonra YH. Deməli, onda doğrudur da, hə? Bir doğrudur. Birinci doğrudur da, düzdür. Bəs radius. Deməli, soldan sağa getdikcə radius azalır. Yuxarıdan aşağı getdikcə radius artır. Onda radiusları müqayisə eləsək. Radiusları müqayisə eləsək. Aha. Radius ən böyük hansıdır uşaqlar? Y-dir. Sonra Z, hə? Sonra isə nədir? X-dir. İki də nədir? Doğrudur. Üçüncü, elektron mənfilik. Elektron mənfilik də dedik. Demək, elektron mənfilik ən böyük dedik ki, X-dir, hə? Z-dir, Y-dir. Üç də X, Z, deməli, hansı necə oldu dedik? X, Z, Y. Amma orada nə deyir? X, Y, Z deyir. Deməli, 3 səhvdir o da, hə? Cavab nədir uşaqlar? 1-2, hə? Y bəndi. Elədir, Y bəndi. Baxaq, 46-cı sual, səhifə 40-da. Məsələn, burada veribdir X. Üçüncü dövr, birinci əsas yarım qrup. Hə? Məsələn, bunun deyək ki, elektron formuluna yaza bilərik. Yerə yazmasaq da problem yoxdur. Çeşitli 1 deyək. Yəni 11. Hə. Məsələn, bu natriumdur deyək. Y, dördüncü dövr birinci əsas yarım qrup. Dördüncü dövr birinci əsas yarım qrup. Məsələn, bunun qısa formulu nə olur dedik? 4s1. Bəli, 4s1'dir. Bu da kaliumdur, 19. Hə, Z. Deməli, dördüncü dövr birinci əlavə yarım qrup. Dördüncü dövr birinci əlavə yarım qrup. Deməli, qısa formulu nə deyir uşaqlar? 4s1, 3-dir, 10. Yəni 29. Məsələn, bu da mistir. Bəli. Belə. Metallıq xassəsi. Ümumiyyətlə, metallıq xassəsi artma ən zəif hansıdır? Burada. Mistir. Dedik ki, əlavə yarım qruplar, əsas yarım qruplardan zəif olur. Bəli. Artma ardıcılığı deyilsə, yəni Z, yəni mis, sonra gəlir X, yəni natrium, sonra gəlir Y, yəni kalium. Belə. Z, X, Y. Deməli, D bəndi.
49. Burada nədir? Bayaq dediyimiz kimi. Bunun ətrafında neçə elektron fırlanır? 6. 6 elektron var da, yəni sıra nömrəsi neçədir? 6'dır. Erin sıra nömrəsi 6'dır. Deməli, baş oksigen, yəni qısa elektron formulu 2s2, 2p2-dir. Neçənci qrupda deyirik? 4-cü əsas yarım qrupdur. Bunun baş oksijeni nə olacaqdır? O2. Yəni C-bəndi. Atom modeli verilmiş hansı element birləşmə əmələ gətiricdə xarici təbəqədəki elektronlar asanlıqla verir? Biz, deməli, biz baxırıq nəyə? Dövrünə və qrupuna. Deməli, dövrü necə demişdik? Hansı elektron məntiqi daha yüksəkdir uşaqlar? Dövrü kiçik, qrupu daha böyük olan. Məsələn, birincinə baxın. Birinci deyək ki, neçə elektron fırlanır? Yəni, neçə elektronu var cəmi? 9. Yəni, ikisinin sıra nömrəsi neçədir? 9. Qısa elektron formu necədir uşaqlar? 2s2, 2p1. Deməli, bu neçənci dövrdə yerləşir? İkinci dövr, 7-ci əsas yarım qrupda. Düzdür. İkinci. Deməli, neçə elektron fırlanır uşaqlar? Yəni, sıra nömrəsi neçədir? 12. Deməli, qısa elektron formu necədir uşaqlar? 2s2. Neçənci dövr, neçənci qrupda? Üçüncü dövr, ikinci əsas yarım qrup. Yaxşı. Üçüncü. Məsələn, bu 2 də nədir? Bu əslində hansı elementdir? Yəni, belə, sıra nömrəsi 2-dir, yəni bu heliumdur. Bu da təsirsiz qazdır. Düzdürmü? Bu nəzik qazdır. Dördüncü. Deməli, dördüncü deyək ki, məsələn, neçədir? Elektron sayı neçədir uşaqlar? 3'dür. Üstdürsə, elektron formulu 2s2 neçədir? 1'dir. Hə, ikinci dövr, birinci əsas yarım qrup. Yaxşı. İndi, hansı asanlıqla verir desə, hansı metaldır? Belə deyə bilər. Hansı metaldır? Hansı elektron asanlıqla verirsə, hansı metaldır? Hansı metaldır uşaqlar? İkinci və dördüncü. Kim çatdı? Asanlıqla verir desə, yəni metaldır. 2, 4. Yəni C-bəndi uşaqlar. Səhifə 42-də 57. X-H2. Hidrogenli birləşməsinin uçsuzluq qabiliyyəti. Yəni, uçucu deyil də, hə? Yəni, bəlkə alır, uçucu deyil. Deməli, neçənci qrupdur bu? İkinci əsas yarım qrup. Deməli, amma eyni dövrdə yerləşir. Y-H3. Uçucudur. Uçucudur. Deməli, bu nədir uşaqlar? 5-ci əsas yarım qrupdur. 5-ci əsas yarım qrupdur. Eyni dövrdə yerləşir. Baxaq. Eyni dövrdə yerləşir deyisə, deməli, biri ikinci qrupda yerləşir uşaqlar. Hə? Bilmirik da, ikinci dövr ola bilər, üçüncü dövr ola bilər, yəni dördüncü dövr ola bilər. Amma heç nə deyə bilmərik. Sadəcə belə yaza bilər. Eyni dövr. X, deməli, ikinci qrupdur. Y neçənci qrupdur? 5-ci əsas yarım qrupdur. Hə, indi bunun sıra nömrəsi kiçik olan hansı olacaqdır? X-də, hə? Bunu A deyək. Bəs buna nə deyək sıra nömrəsi?
Az dərəcə neçə uşaqlar? 3 deyərik. Düzdür? Az dərəcəsi. Və bunun cəmi nəyə bərabərdir? Az dərəcə 3. Bunun cəmi neçədir? 27. Onda A-nı tapaq. Hə, indi nə yazdıq? A üstəgəl 3 bərabərdir 27. A nəyə bərabərdir? 12. A 12-dirsə, yəni x-in sıra nömrəsi 12-dir. Yəni qısaltma formulu 3/2-dir. Üçün dövr, ikinci əsas yarım qrupdur. Y-dəki 15-dir. Bəli, 3/2 3 5-dir. Yəni 5-ci əsas yarım qrupdur. Burada nə deyir? Birinci ifadə deyir ki, x 4-cü qrupda yerləşirmi? X neçənci qrupda yerləşir? 2-ci qrupda. Bu səhvdir. İkinci ifadə x S elementidir. Bəli, sonu S ilə qutarırsa nədir? S elementidir. 2 doğrudur uşaqlar. Üçüncü, normal halda x-in 3 tək elektronu varmı? Bəli, görür ki, deməli 3s2, 3p3. Bəli, 3 tək elektronu vardır. Üçüncü doğrudur. Dördüncü, y-in 3 valent elektronu varmı? Bəs y-in valent elektronu nə qədər uşaqlar? 5'dir. Deməli, səhvdir uşaqlar. Hə, yəni burada cavab ikinci və üçüncü olacaq. Yəni ise bəndə olacaq. Dövrü cədvəl veribdir, bir hissə verib. Y və X. X'in elektron formulu. X'in elektron formulu. 2s2, 2p4 deyir. Yəni sıra nömrəsi 6 deyir. Yox, 8, 6 deyil, 8. 8. Bu 6-cı əsas yarım qrup deyirlər. İkinci dövr, 6-cı əsas yarım qrup. Onda bu 6-cı, ikinci dövr sayılır. Hə? Bu 6-cı əsas yarım qrupdur. Ondan sonra 5 və 4 gəlir. Bu da 3-cü dövrə aiddir. Onda belə çıxır ki, Y nədir uşaqlar? Y deməli 3-cü dövr, 4-cü əsas yarım qrup. Y 3-cü dövr, 4-cü əsas yarım qrup uşaqlar. Və qısaltma formu nəyə yazırıq? 3s2, 3p2 deyir. Yəni sıra nömrəsi neçə olur? 14 deyirik. Yaxşı. Bunun deməli sıra nömrəsi 14. İndi baxaq görək, burada nədir? Birinci ifadə doğrudurmu? Əsas yarım qrupdur deyir. Bəli. İkinci ifadə. Maksimum 4 elektron ala bilərmi? Neçə elektron ala bilər? Məsələn, Y silisium deyək də, hə? Məsələn, silisiumun minimum oxtaşma dərəcəsi neçədir? 4-cü qrupsa, hə? -4 olar da. 4 elektron ala bilər. Məsələn, metallarla birləşəndə deyək ki, -4 olur. 4 elektron ala bilər, düzdür. Ala bilər, düzdür. Normal halda 4 tək elektronu varmı? Yəni Y. Neçə tək elektronu vardır deyirik? 2 tək elektronu vardır. Deməli 3 səhvdir. Dördüncü, atomda həyəcanlanma baş vermirmi? Atomda həyəcanlanma baş verirmi, yoxsa vermir? Verir, vermir? Verir. Bəli. Çünki
boş xana da var. Elektron həyəcanlana bilər. Burada isə deyir ki, baş vermir səhvdir. 5-ci D elementi deyil. Nə elementidir? P elementidir. Bəli, Y P elementidir. Bu da yəni səhvdir. Bu da cavab 1 və 2-dir deməli.